Bismillah. Gecə yarısı gələn xəbər bu bürclərin həyatını alt-üst edəcək. Gecə yarısı gələn xəbər bəzən hər şeyi dəyişə bilər. Amma bu dəyişiklik hər zaman pis olmur. Bəzi bürclər üçün bu şok olsa da, əslində yeni bir başlanğıcın qapısıdır. Əqrəb, gizli qalan bir həqiqət üzə çıxır. Bu xəbər səni əvvəlcə sarsıda bilər. Amma sonradan anlayacaqsan ki, bu səni yanlış yoldan qaytarmaq üçündür. Münasibətlər və ya işlə bağlı qəfil dönüş mümkündür. Əkizlər, telefonuna gələn bir mesaj və ya zəng bütün planlarını dəyişə bilər. Bu xəbər səni qərar verməyə məcbur edəcək. İki yol arasında qalacaqsan. Biri riskli, biri isə daha təhlükəsiz. Oğlaq, uzun zamandır gözlədiyin cavab gecə saatlarında gəlir. Bu xəbər sənin planlarını alt-üst etsə də, əslində daha böyük uğura aparan yoldur. Səbrinin qarşılığını alırsan, amma fərqli formada. Şirk, qüruruna toxunan bir xəbər ala bilərsən. Bu səni emosional olaraq silkələyəcək. Amma bu sarsıntı səni daha güclü və ağıllı qərarlar verən birinə çevirəcək. Nəticə, bu bürclər üçün gecə yarısı gələn xəbər ilk baxışda çətin görünə bilər. Amma unutma, həyatın ən böyük dəyişiklikləri məhz belə anlarda başlayır.